Əli, nə gözəllikdir. Gözəllik dedim qaldı. Ha, təbiət burada, oksigen burada. Mənim qardaşım. Hardayıq? Maşdağa. Oy. Bakı kəndlərinin ən gözəli, ən bərəkətlisi Maşdağa. Maşdağanın ürəyi, Natarusun tam olaraq arxasında. Dostlar, bura Maşdağanın mərkəzidir. Bu qədər yağdı, dəydi, nə bilim, evlərin müəyyənini Quru ərazidir. bastı. Bu evə heç nə olmadı, şükür Allaha. Gözəl insan, 7 sot torpaq sahəsində inşa olunub, şəxsi tikili evdir. Bu ən gözəl cəhəti də odur ki, Ruslan, Turan, burada nə əşya görürsənsə evdə, hamısı evdə qalacaq. Bir dənə bu maşınca gedəcək. Bir dənə maşını götürüb Bir dənə gedəcəklər. maşında fikirləşərlər. Bisikletini də götür. Götürdün, qardaş. Ha, demək, Bir də bu canavarı. bir dənə it, bir dənə maşın gedəcək. Başqa heç nə yox. Gəl, Gəl də gəl bunu abi, yaxından gəl. götür. Gör necə mehriban, qonaqpərvər itdi ki. Həqiqətən. Oturub orada sakit, heç İnsanları çox başın gözəl qaldırıb bizə qarşılayır. baxdı. Babək, ehtiyatlı ol, o tutacaq səni. Tutacaq bir dəqiqə, gəl. Burada nə var? Olmayan meyvə ağacı yoxdur. Olmayan. Olmayan deyəndə yer var da, yəni əlavə də ağaclar əkə bilərsiniz. Bax bu barı da götür. İnşallah bir 10-15 günə bunu dərib, yəni qidalanmaq olar. Yəni Bəli, ki, bəli dostlar, bəli. Yəni var. Ətrafda, əsas odu var. ətrafda yaşıllıq, Bakının küləyi. Padvalı da boy verir, rahatçılıqla evdə hərəkət etmək olur. Evimiz 257 kvadratdan ibarətdir, aşağı yuxarı bir yerdə, qoy dəqiq olsun. Qapılarımız pultla açılır. Evin bu ərazidən də arxasına keçmək mümkündür. Gəl abi, gəl gör Əl burada damı da nələr var, nələr yox. mövcuddur. Natarusun arxa tərəfinə düşürük. Əsas yola yaxın ərazidir. Bəli, bəli. Buradan çıxırlar baxın. Heyvan saxlamağa yerimiz. Bax, bunu da götür. Saxla, it saxla. Bayaqki canavarın yeri. Baba. Görsən? Hər şey fikirləşir. Xanası var, həyətdə sanitar qovşağı var. Hər şey var. Ad denən daha nə yoxdur ki burada? Hər şey var. Darvaza putla idarə olunur, onu da götür. Gəl qaqa, hələ gəl evin içinə bax, gör. Yerdən 13 daş kürsü. Ay maşallah, maşallah. Turan. Bütün Hə, baxmalar buna bax, bütün hər yerdə bağ-bağçadır da evin. açılmır. Ay, qapı da zindandır da, əsl şəxsi belə olur. Koridorun genişliyinə bax. Şəxsi. Kombi xanasına qədər var. Hər Bir şey halda- qalacaq evdə. Hamısı qalır bir halda. Əşyaları Gəl, götür, yaşadı da qardaş. Bundan gözəl nə olsun? Güzgüyə kimi qalacaq evdə. Hə, göstər o qonaq otağını. Qonaq otağından başla qaqa. Gör qonaq otağı nə boydadır. Siz oradan belə keçərsiniz. Ha. Maşallah qonaq otağı da geniş və işıqlıdır. Günü-gündən inkişaf edən Maşdağa qəsəbəsindəyik. Üstünüzü götürdün də. Hə. Gəl abi, buranı götür. Sanitar qovşağını götür. Yaxşı olar inşallah. Hə, inşallah. Gəl bunun qonaq mətbəxtini götür. Götür. Yox, siz orada qalın da, hə, olanı çəkmişik. Hə. Qaqa, bunun mətbəxtini götür. Yataq otaqları da genişdir maşallah. Pəncərə qarşıları açıqdır. Gün işığı rahatçılıqla evə düşür. Torpağın, evin çıxarışı var, ipotekaya da yararlıdır. Xanımlara doğma olan ərazi. Elində hər şey qalır. Hər şey qalır, qaqa, hər şey qalır. Nə qalır, qalmış? Bax bu sanirlər yaxın ya, qalır. yaxın ya. Mebellər Kartofdan qalır. soğana kimi qalır. Yanında Qalacaq. qalacaq. Hər şey qalacaq, hə. Hamısı Evdə nə qalacaq. görürsünüzsə hamısı evdə qalır. Bax, mətbəx mebelini harasa bir 6-7 min xərc çəkiblər. Hə, o da qalacaq evdə. Hamısı qalacaq. Əlaqə nömrəmiz səhifəmizdə qeyd olunub. Kimin nə sualı varsa mənimlə əlaqə saxlasın. Hər bütçəyə, hər istəyə uyğun satışlı evlərimiz var. Səhifəmizə daxil olub bütün evləri izləyə bilərsiniz. Hələlik.